Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz 13-14-cü əsrlərdə Şəki hakimliyi. Şəki hakimliyi mövzusu Şirvanşahlar dövləti ilə birlikdə dərslikdə var. Lakin daha net Şəki hakimliyi haqqında məlumatımız olsun deyə onu Şirvanşahlar dövlətindən ayırıb ayrıca bir video şəklində sizə təqdim edirəm. Şəki hakimliyi 13-14-cü əsrlərdə. Deməli, tarixçi Şəhabəddin Nəsəvi belə bir məlumat verir ki, 1229-cu ildə Şəki və Qəbələyə idarə etmək üçün ayrıca vəzir və vali təyin olunmuşdur. Vəzir və vali bu iki əraziyə. Ümumiyyətlə Şəki, deməli, Monqol yürüşləri dövründə Monqolların, sonra Elxanilərin, ondan sonra Cəlairilərin tərkibində olub. Bəzən Şirvanşahların tərkibində bir yerdə, bu dövlətlərin tərkibində də mövcud olmuşdur. Yəni, bəzi hallarda Şirvanşahların da tərkib hissəsi kimi görünür tarixdə. Fəzullah Rəşidəddinin oğlu Cəlal, deməli, hakim təyin olunmuşdu. Hara? Şəkiyə, Qarabağa, Muğana və Arana. Bu 4 əraziyə birlikdə hakim təyin olunmuşdu və Şəkini də idarə edib. 1330-cu illərdə Elxanilər dövləti biz bilirik ki, zəifləyir, onun tənəzzül dövrüdür. Bu zaman Şəki hakimliyi müstəqilliyini bərpa edir, dəyərli yoldaşlar. Və hakimiyyətə Oyrat sülaləsi gəlir. Əmir Teymurun birinci yürüşündə deməli Şəki itaət altına alınmışdı. Amma Əmir Teymur Azərbaycanı tərk etdikdən sonra Seyid Əli, yəni Şəki hakimi Seyid Əli itaətdən çıxır. Əmir Teymur ikinci yürüşündə Seyid Əlini cəzalandırmaq və Şəkini təkrar itaətə gətirmək üçün Şəkiyə yürüş edir və Şəki dağıdılır. Eyni zamanda ətraf ərazilərdə. Seyid Əli Əlincə qalasına çəkilir və Əlincə qalasında deməli Əlincə qalası müdafiəçilərinə, xüsusən Sultan Tahirə köməklik göstərir. Orada da Teymurlərlə döyüşdə həlak olur Seyid Əli. Sonra hakimiyyətə oğlu Seyid Əhməd gəlir. Seyid Əlinin oğlu Seyid Əhməd. Deməli, Əmir Teymurun 3-cü yürüşü baş verir. Əmir Teymurun 3-cü yürüşündə Seyid Əhməd hansı addımı atır? Bu zaman Şirvanşah 1-ci İbrahim Dərbəndi bir vasitəçilik missiyası üzərinə götürür. Deməli, Seyid Əhmədlə Əmir Teymur arasında bir saziş bağlanmasına nail olur. Seyid Əhməd itaətini bildirir və Şəki deməli dağıntılardan xilas olur. Hədiyyə olaraq 6000 at deməli Əmir Teymura verir Seyid Əhməd və onun itaətini qəbul edir. Əmir Teymur da qarşılığında Seyid Əhmədi Şəki hakimi kimi tanıyır və atasının günahını bir növ bağışlayır. Davam edirik dəyərli yoldaşlar. Deməli, Teymurun 3-cü yürüşündə həmin bu hadisə ki olub, 1-ci İbrahimin vasitəçiliyi deməli Seyid Əhməd tabi olur və ittifaq yaranır Teymurilərlə. Bu zaman deməli Gürcü hakimi 7-ci Georgi ilə də Teymur arasında ittifaq bağlamağa nail olur 1-ci İbrahim Dərbəndi. Yəni 1-ci İbrahim Dərbəndinin sülh missiyası bundan ibarət idi ki, o bilirdi ki, bu Teymurilər dövləti də keçmiş imperiyalar kimi çox uzun çəkməyəcək. Teymurilər özü də bir növ Teymurləng səfərlərə çıxan bir hökmdardır və burada sülh əmin-amanlıq yaradıb daha da möhkəmlənmək, daha da güclənmək üçün bir şərait formalaşdırmaq lazımdır. Bunu bilən 1-ci İbrahim qonşu ölkələri də Teymurləng də, yəni Əmir Teymurla sülhə təşviq edirdi. Beləliklə 7-ci Georgi, yəni Gürcü, deməli Gürcü, Şəki hakimliyi və Şirvanşahlar dövləti. Bu üç bir arada, bu dövlətlər demək müttəfiq olur. Bu hadisədən sonra, Teymurun 3-cü yürüşündən sonra biz tarix səhnəsində müttəfiq görəcəyik. Şirvanşahlar dövlətini, yanında Şəki hakimliyini, yanında Gürcü dövlətini görəcəyik, dəyərli yoldaşlar. Mövzumuz bu qədər. İzləmədə qalın, videolar davam edir.